Mən yanına adamım. Siz burada dayanın. Bakalım. 4. Saxla günə. Sən öz şeyini stopda bas. Bunu çəkdim. 7. Mən Hamısı cəmiyə 8. 8. 1, 2. Telefonlar güzel. Telefonlar güzel. Sakit. Çırpma teli hanı? Çırpma teli verin. Ha. Biz burada 2 stakan peso, kursa stakandan bir kızlar. 2 stakan peso, 4 stakan süt vurmuşuq, 8 xörək qaşığı kraxmal. Bu cür qarışdırırıq. Süt də gətirin əlavə eləyək. Sonra bunu ocağın üzərinə qoyuruq. Van xodda bişiririk. Qatılana qədər sütü də bura. Süt neçə qram oldu? Sütümüz də 4 stakandır. Hardasa 800 qram falan. 3 dənə yumurtanın sarısını gətirin. 3 dənə yumurtanın sarısını əlavə edin. Aynen. 100 qram da yağ çəkərsiniz. Bunu bişiririk. Qatlaşanda qırağa qoyuruq. İçərisinə 100 qram yağ qatırıq. Heç nə olmaz, iş qəzasıdır. Olur belə şeylər. Elə də verərsən, ayaqdan. Sən yeyiniyim. Gətirdin yumurtanı. Nerem adamı? Bu neçə qram yumurtanın sarısıydı? 3 dənə yumurtanın sarısı. 3 yumurtanın sarısını vururuq. Aparırıq ocağın üzərində pişiririk qatlaşana qədər. Biz bu kremi eklerlərimizdə, pirojnalarımızda, ballı tortumuzda, Napoleonda, müxtəlif klassik stilli şirniyyatlarda istifadə edə bilərik. Sonra biz bunu Pavlova desertində istifadə edirik. Çox möhtəşəm olur. Onda biz bunu qaymaqla birləşdirib istifadə edirik. Pavlovanın içinə bundan doldururuq. Üzərindən də qaymaq və ikisini bir yerə qatırıq. Torbadan keçiririk. Çox gözəl, ləzzətli olur. Ona görə, əgər siz bu kremdən hazırlasanız, həmişə bütün şirniyyatlarınızda bu kremin mütləq yanında olacaqdır. Mən tortlarımın içərisində həmişə bu kremdən də vururam, digər qaymaq kremindən də vururam. Çünki bu xüsusi dad verir. Gedirik ocağın üzərinə, ocağa alırıq, başlayırıq qatlaşana kimi bişirməyə. Qatlaşana qədər qarışdırılır. Sonra mənimə bura 100 qram yağ əlavə edirsiniz. Qaynar eləyəcəm. Biraz qatılan kimi 100 qram yağ əlavə edəcəm. Tez 100 qram yağ çəkin, zəhmət olmaz. Bunun kösədir. Sərkəsi var, ventilator şəkli var. Buradadır. Amma ventilyasiyası da ventilyasiyası. Səsim oradan gəlir.Ması başqadır, amma İlahiyə verin mənim səsim. Nəyə videonu? Adam da şey arıqladı. Göyçəyi. Arıqlayırsınız. Proqramla eləyir. Arıqlamışam, amma videoda yenə göy düşürəm. Siz nə necədir? Mənim arıqlamışsınız. Arıqlamalı, arıqlamışam. Yox, hələ yox. Bir qabaq olur. Bu şakürşür qaynaya şimdi yağ buna əlavə olur. Kremimizin antidiplomat kremidir. Sonra qoyuruq soyusun. Soyuyandan sonra, götürəndən sonra, hamı sakit dursun. Soyub götürəndən sonra əlavə 200 qram yağ qatıb zavarnoy eləyə bilərsiniz. Və ya qatmasanız qaymaqla birləşdirə bilərsiniz. Çək. Soyandan sonra
Çəkdin, qurtardın Ayxan. Oy, soysun. Qalacaq sonra belə bu. Sonra götürüb işlədəcək, miksərdə çalacaq təzədən. Streç verin. İstəmək olar elə. Hə, elə streçdə xalacında. Biraz laf keçə də bilər, 15 dəqiqə. Əgər zavarno eləyəcəksinizsə, gözünə 200 qram da əlavə yağ qatın, çalın, olur zavarno krem. Onda pirojnalarınızda, tortlarınızda, balınızda, napolyonunuzda istifadə edə bilərsiniz. Yox, əgər tortlarda istəyirsiniz, ikisini də istifadə edə bilərsiniz. Bunu ayrıca çalın, kənarda da qaymaq çalın. Birləşdirin, şey edin. Buna, nə bilsən buna qatır? Qatılaşmış şonlu qata bilərsiniz. Hə, şonlu qata bilərsiniz. Qatılaşmış karamel qata bilərsiniz. Şonlu qata bilər, rəngini çevirə bilərsiniz. Mən istəsəm qaymaq vura bilərəm, istəsəm gəl. Bayaq qoyulan eklerlər. Yəni, göstərim. Baxa bilərsiniz. Oy. Baxın sizə. Baxın. Görürsünüz? Daş kimi. Əgər biz bunu yumuşaq tez götürsək, pudra rəngi olsa yumuşalan ekler olacaqdır. Hələ biraz da orada saxlayıram ki, biraz tez açanda şey olur, boşalır da ekler elə. İndi bunu əlavə edəcəksiniz müəllimə bunun içinə. Bunun içinə qoyacaqsınız, yoxsa belə qalacaq? İstəyirəm onu. Ayxan gəl, orada çəkmişdə nə bilir? Çəkiliş üçün bunun içinə əlavə olunur. Əlavə olur, amma normalda qalmayacaq yəni. Torba ilə də doldura bilərsiniz. Bizim vaxtımız gedir, hələ yerə belə göstərim. Siz özünüz torba ilə də doldurarsınız. Belə bu şəkil. Bunu sadəcə torbadan çıxartdıq. Yəni, müxtəlif formalarda, ucluqlarla da sıxa bilərsiniz siz evdə. Necə istəsiniz eləyin. Əsas odur ki, çox qəşəng bişib və çıxardan kimi yumuşalmır. Və siz bunu mütləq müxtəlif dekorativ işlərdə istifadə edə bilərsiniz. Zaten sabah eləyəcəyik, baxacaqsınız. Bu şəkildə eklerlərimiz hazırdır. Sabah yekun olaraq fərqli bir konus bəzəyində təqdim eləyəcəyik. Təşəkkür edirəm.